Yalandan şəkil vurublar ki, park olacaq. Mən soruşuram ki, burada nə tikilir? Yeni Günəşlidəki məşhur Ana-bala parkı, bəli, bu parkın ətrafı uzun illərdir hasarlanıb, yeni park olacaq, yeni park salınacaq deyirlər. Amma vətəndaşlar əksini düşünür və hesab edirlər ki, burada park olmayacaq və yeni bir tikili inşa olunur, iddia olunur. Bəs bu deyilənlər nə qədər doğrudur? Bu sualın cavabını tapmağa çalışacağıq. Yalandan bir şəkili vurublar ki, park olacaq, park söhbəti deyil bu. Bu nə isə tabi bezdirici bir işdir. Tabi bütün bu binanın hamısı bezibdir. Tak katarak, qardaş elə bir evin içindədir. Bunu neyiniyək, necəliyək, yaşaya bilmirik axı biz. Uşaqlar evin içində dəli olub hamısı, Allah'ın da olsun. Bir takkıltı ilə park olur. Park düzəlir, yaşıllaşdırır, çıxır gedir yenə də. Binadır deyilənə görə, proyekti də var, binadır. Parkın içində bina? Da onu onlar bilirlər yəqin, amma park olsa yaxşı olar. Ümumiyyətlə Günəşlər arasında park yoxdur da ona görə. Bura məncə yaxşı olar park üçün. Burada nə tikilir? Qoy çağırım sizi deyəcəklər. Park Çağırsın tikilir də. Park tikilir? Bəli, Bu parka oxşamır axı. Bizi dəqiqə çağırım da. Nə çəkilişi saxlayın da. Bu boyda Günəşlinin parkı yoxdur. Cəmaatın ümidi bu parkaydı. Orada deyirlər ki, yeni bir bina tikiləcək, nəsə olacaq. Deyil, bura şəxsi yer. Nəsə demək istəyirdiniz? Yox, buyurun, çəkiş edin. Gəlir o kimsə? Gəlmir, yox. Gəlmir, niyə? Yox, bayaqdan deyirsiniz ki, gəlir, İskəndər bəy kimsə odur. İndi deyirsiniz ki, gəlmir. İskəndər mənlə danışa bilərik, telefondadır. Vətəndaşın müraciəti şikayət əsasında gəlmişik ki, vətəndaş deyir ki, bir vaxtlar bizim burada parkımız var idi. İllərdir bura hasarlandı ki, yeni park olacaq. İstədik onu bir dəqiqləşdirək ki, burada həqiqətənmi bina olacaq, park olacaq. Bəli, gəldik əraziyə. Ərazidə olan şəxslər məsələ ilə bağlı əvvəl danışacaqlar, açıqlama verəcəklər dedilər. Amma sonra fikirlərini dəyişdilər, müxtəlif fikirlər səsləndirdilər. Bizi yönləndirirlər Qaraçuxur Bələdiyyə sədri İxtiyar Bəyanlı şəxsin yanına. Deyirlər, gedin, o danışacaq. Orada park tikiləcək. Park özdə yüksək səviyyəli bir park olacaq. O ki qaldı orada kimsə nəsə tikməyi, hər kəsin özünün aldığı bir mülk var, torpaq var. Orada nə istəsə tikə bilər. Orada 1 santimetrdə olsun parkın ərazisinə daxil ola bilməz. Bəs o bir vaxtlar park olan o ərazini, orada indi bina tikən şəxsə kim satıb? Ora satılmayıbdı. Orada park tikilir. Axı ora bir vaxtlar park idi axı. Və indi həmin o parkın içində bina tikilir. Həmin yerin sənədləri var, özünə aid yerdir. Oranın parka heç bir aidiyyəti yoxdur. Parkın da ona heç bir aidiyyəti yoxdur. Suraxanı rayon icra hakimiyyətindən də bildirildi ki, sözgedən parkda təmir bərpa işləri həyata keçirilir və tezliklə sakinlərin istifadəsinə veriləcək. Bina tikintisi üçün nəzərdə tutulan hissə xüsusi mülkiyyətdə olan ərazidir və orada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq icazə sənədi əsasında çox mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işləri gedir. Bu ərazinin parka heç bir aidiyyatı yoxdur.